Salam değerli yoldaşlar. Bu izahı verək. Demək bu mövzunun izahını. Bax fikir verək. Ümumiyyətlə günəşin zenitdə olmağı, yerin günəş ətrafında hərəkəti, bax bunlar nədir? Bir bunlardan danışaq. İlk öncə deyək ki, e, yer kürəsi fikir verirsə bütün qlobuslarda tam düz göstərilmir, meyilli göstərilir. Bunun səbəbi nədir? Bunun səbəbi elə yerin günəşə tam 90 dərəcəli bucaqla, yəni tam düz formada yox, məhz meyilli düşməsidir. Yəni yerin özü günəşə meyillidir. Ona görə qlobuslarda tədris məqsədi ilə istifadə olunan qlobuslarda məhz meyilli formada hazırlanır. Bəs nə qədər meyillidir uşaqlar? Deyəcəyik ki, yer kürəsi günəşə 66.5 dərəcə meyillidir. Meyillik nə qədər oldu? Deyəcəyik ki, yeri günəşə olan meyilliyi 66.5 dərəcə oldu. Yer kürəsi günəşə neçə dərəcə meyillidirsə yadda saxlayın. Qütb dairələri oradan keçər. Və fikir verin, qütb dairələrimiz neçədən keçdi? 66.5-dən. Və qütb dairələri ilə tropiklərin də cəmi eləyir 90 dərəcə həmişə. Əgər qütb dairələri 66.5-dirsə, tropiklər olar 23.5. Əgər məsələn yer kürəsi günəşə meyilli 60 dərəcə olsaydı, məsəl üçün dedik ya, bu zaman qütb dairələri 60-dan keçərdi, tropiklər isə keçərdi 30-dan. Bu belə. Davam edək. Bəs zenitdə olmaq nədir? Zenitdə olmaq o deməkdir ki, günəş həmin məntəqəyə 90 dərəcəli bucaqla düşür. Yadda saxlayın. Zenitdə olmaq nə demək oldu? Günəş demək bir məntəqəyə 90 dərəcəli bucaqla düşdü. Yəni günəş bir növ həmin məntəqədə tam səmanın ən yüksək nöqtəsindədir və ən yuxarı hissəsi deyək də. Yəni lap təpəmizin üstündədir. Onu da qeyd edək ki, əgər günəş bir məntəqəyə 90 dərəcə bucaqla düşürsə, yəni zenitdə olursa, bu zaman həmin məntəqədə kölgə olmur. Yəni kölgənin uzunluğuna biz 0 metr deyirik. Əgər bu 90 dərəcə yox, 60 dərəcə olarsa, kölgə cismin deməli yarısına bərabər olur. Yəni 2-də 1 x-ə. Məsəl üçün şaquli bastırılmış dirəyin uzunluğu 2 metrdirsə, kölgə olur onun yarısı, yəni 1 metr. Əgər günəş ora 45 dərəcə ilə düşsə, kölgə həmin cismin özünə bərabər olar, yəni x-ə. Məsələn, şaquli bastırılmış dirəyin uzunluğu 2 metrdirsə, kölgə də elə 2 metr olar. Yox, 30 dərəcə ilə düşsə günəş bir məntəqəyə, bu zaman cismin 2 qatına bərabər olar. Məsələn, dirəyin uzunluğu 2 metrdirsə, kölgə olar 4 metr. Bax, bunları mütləq yadda saxlayın. Çünki bununla bağlı çoxlu suallar salır, xüsusən kurs sınaqlarında. Daha sonra davam eləyək. Dedik ki, uşaqlar, əgər günəş bir məntəqədə zenitdədirsə, orada cismin kölgəsi olmur və günəş zenitdədirsə, demək orada günəş 90 dərəcə ilə düşür. Günəş ancaq harda zenitdə ola bilər deyəcəyik 23.5 şimal və 23.5 cənub enlikləri aralığında. 23.5-lərdə günəş ildə bir dəfə, yəni bu deyək ki, şimal və cənub tropikində. Bunların arasında qalan istənilən məntəqədə isə günəş ildə 2 dəfə zenitdə olur. İlk tariximizdən başlayaq uşaqlar. İlk tariximiz təbii ki 21 martdır. 21 mart tarixində günəş məhz 0 dərəcəli paraleldə, yəni ekvator üzərində zenitdə olur. Yəni bura 90 dərəcə ilə düşür. Günəş ekvator üzərində zenitdədirsə, buradan belə bir qayda çıxara bilərik ki, burada cismin kölgəsi olmur. Yadda saxlayın. 21 martda deyəcək ki, ümumiyyətlə biz bilirik ki, ekvator yer kürəsini tənböləndir axı. Günəş 21 martda ekvatorda, yəni tənböləndə zenitdə olduğu üçün həm şimalı, həm də cənubu bərabər işıqlandırır. Ona görə 21 martın biz digər adına uşaqlar yaz gecə gündüz bərabərliyi deyəcəyik. Demək 21 mart digər adına biz yaz, gecə, gündüz bərabərliyi dedik. Nəyə görə gecə gündüz bərabərliyi adlanır? Çünki yenə deyirəm, günəş tən ortadan ekvatorla vurduğu üçün şimala da cənuba da demək bərabər şüa saçır, bərabər işıqlandırır şimal və cənub yarımkürələrini. Bu isə deyəcək ki, belə deyək, bu mənaya gəlir ki, həmin tarixdə yer kürəsində istənilən məntəqədə gecə ilə gündüz bərabər olur. Yadda saxlayaq. Və nəyə görə yaz gecə gündüz bərabərliyi dedik? Çünki biz şimal yarımkürəsində yaşayırıq və özümüzə uyğun biz cavablar götürəcəyik. 21 martdan etibarən şimal yarımkürəsində yaz, cənubda isə payız fəsli başladı.
21 martdan sonra Günəş meyl eləyir, demək şimala doğru və orta hesabla hər 4 günə deməli 1 dərəcə hərəkət edir. Yadda saxlayın. Orta hesabla hər 4 günə 1 dərəcə hərəkət edərək yazaq bura. Şimala doğru hərəkət edir və çatırıq şimal yarım kürəsindəki digər tariximizi deyək 22 iyuna. 22 iyunda uşaqlar Günəş gəlir çatır şimal tropikinə, yəni xərçəng tropikinə və 21 martda şimalda hansı fəsil başlamışdı? Yaz, cənubda payız. Bu proses düz 22 günə qədər davam edir. Yəni 21 martdan 22 günə qədər şimalın yaz, cənubun payız fəslidir. 22 günü isə artıq şimalda yay, cənubda isə qış deməli fəsil daxil olur. Ona görə bax yayla, yəni biz özümüzlə götürürük, şimalla götürdüyümüz üçün 22 iyunun digər adına biz yay gün dönümü, gün dönümü deyəcəyik. Yadda saxlayın. 22 iyunda hansı xüsusiyyətlər var? Şimal yarımkürəsinin ən uzun gündüzü, cənub yarımkürəsinin ən uzun gecəsidir. Şimalda yay fəsli, cənubda qış fəsli başlayır. Şimal qütbündə, yəni bu 66-90 aralığında qütb gündüzləri, cənub qütbündə isə qütb gecələri müşahidə olunur. 22 iyunda harda cismin kölgəsi olmaq, Günəş harda zenitdə olursa orada, yəni 23.5 şimal tropikində və Günəş maksimum 23.5 şimal tropikinə qədər qalxa bilir. Təbii ki, və yenidən meyl eləyir, ondan sonra ekvator xəttinə doğru. Gəlirik 3-cü tariximizə uşaqlar. Demək ki, 22 iyunda şimalda hansı fəsil daxil olmuşdu? Yay. Bu proses, cənubda isə qış. Bu proses düz sentyabr ayının 23-nə qədər davam edir. 23 sentyabrda artıq 22 gündən etibarən Günəş cənuba meyl etməyə başladı axı. 23 sentyabrda Günəş meyl edir yenidən ekvatora doğru və 22 gündən sonra daha doğrusu Günəş meyl edir yenidən ekvatora doğru və 23 sentyabrda gəlir çatır ekvatora. 23 sentyabrda ekvatora gəlib çatan Günəş artıq yenidən hardadır? Tənbölənin üzərində, ekvatorun üzərində və artıq yenə də gecə ilə gündüz nə olmalıdır? Bərabər olmalıdır. Fikir verirsə biz 21 martda nə dedik? Yaz gecə gündüz bərabərliyi. 23 sentyabrda gecə gündüz bərabərliyi idi. Çünki Günəş ekvatordadır. Sadəcə bunun adı artıq olur payız gecə gündüz bərabərliyi. 23 sentyabrın adı oldu payız gecə gündüz bərabərliyi. Niyə nə deyirəm? Nəyə görə bura gecə gündüz bərabərliyi dedik? Çünki Günəş ekvatordadır və şimal və cənubu bərabər işıqlandırdı. 23 sentyabrın xüsusiyyətləri isə nə olar? Təbii ki, şimal və cənub yarımkəs bərabər işıqlanır. Bütün yer kürəsində həmin tarixdə bir günün yarısı, yəni 12 saat gecə, 12 saat gündüzdür. 22 iyundan 23 sentyabra qədər şimalda yay, cənubda isə qış fəsli idi. 23 sentyabrdan etibarən şimalda payız, cənubda isə yaz fəsli daxil olur. Yadda saxlayın və yenə deyirəm, gecə və gündüz bərabərdir. 23 sentyabrdan etibarən Günəş meyl edir artıq cənub yarımkürəsinə və gəlir 22 dekabrda hara çatır deyəcəyik. Təbii ki, cənub tropikinə, yəni Oğlaq tropikinə. 22 dekabrın digər adına biz qış gündönümü deyirik. Niyə görə? Çünki bir dəqiqə yazaq bunu. Dekabr oldu qış gündönümü. Qış gündönümü. Deyək özümüzlə ölçürük. Bizim yarımkürə ilə ölçülür. Gündönümü. Aha. Baxın uşaqlar. 23 sentyabrda şimalda yaz fəsli girmişdi, payız. Cənubda isə yaz fəsli girmişdi. Bu proses dekabrın 22-sinə qədər davam edir. 22 dekabrdan etibarən şimalda qış, cənubda isə təbii ki yay fəsli olur. 22 dekabr şimalın ən uzun gecəsi, cənubun ən uzun gündüzdür. 22 dekabrda şimalda qütb gündüzləri, cənubda isə qütb gecələri müşahidə edilir. 22 dekabrdan etibarən Günəş yenidən meyl edir şimala doğru və növbəti il mart ayında yenidən çatır ekvatora, yəni 21 martda və bu proses dayanmadan təkrarlanır. Bu yer kürəsində olur, fəsillərin yaranmağına gətirib çıxardır, yadda saxlayın. Eyni zamanda deyəcəyik ki, yerin öz oxu ətrafında və yerin Günəş ətrafında hərəkətinin coğrafi nəticələri var. Bunun ən rahat qaydası, yadda saxlamağın ən rahat qaydası, əgər bir proses bir gün ərzində baş verirsə, yəni bir günə baş verirsə, öz oxu bir ilə baş verirsə, Günəş ətrafında
Məsəl üçün gecə-gündüz bir günə dəyişir də, düzdürmü? Demək bu yerin özü xatırında hərəkətin nəticəsidir və yaxud sutkalıq prizləri biz buna misal göstərə bilərik. Dağ-dərə küləklərini, aşınmanı, fiziki aşınmadan söhbət gedir və ya qabarma, çəkilmə, bunlar hamısı bir günə baş verən proseslərdir. Amma fəsillərin dəyişməsi, gecə-gündüzün uzunluqlarının dəyişməsi, yəni yayda gündüzlər, qışda gecələrin uzanması, ondan sonra musson küləkləri və bunlar isə bir ildə baş verən proseslər olduğu üçün əsasən yerin Günəş ətrafında hərəkətinin nəticələri hesab olunur. Eyni zamanda yerin Günəş ətrafında hərəkətinin nəticələrindən biri də təbii ki, işıqlanma qurşaqlarıdır. Yadda saxlayıram. 23.5-lərin arası düşür tropik işıqlanma qurşağına. Tropik. 23.66, yəni bu aralıq həm şimal 23.66, həm cənub. Bura olur şimal mülayim işıqlanma qurşağı. 23.5-dən 66.5 cənub olur cənub mülayim işıqlanma qurşağı. 66.5 ilə 90 şimal olur şimal qütb işıqlanma qurşağı. 66.5-dən 90 cənub olur cənub qütb işıqlanma qurşağı. Yadda saxlayaq. Məsələn, 40 şimal deyək Bakının enliyində. 40 şimal təqribi düşdü də bu hissəyə. 23-dən 66 şimala. Deməli Bakı düşür şimal mülayim işıqlanma qurşağına. Yadda saxlayaq. Deməli neçə işıqlanma qurşağımız oldu? 5 dənə. 1 tropik, 2 mülayim, 2 qütb işıqlanma qurşağı oldu. Yadda saxlayaq bunu. Burada ümumiyyətlə işıqlanma qurşaqlarının düşdüyü materikləri də bilmək lazımdır. Kitabımızda səhifə 49-da bunun xəritəsi var. Fikir versəz Afrika 3 işıqlanma qurşağıdır. Şimali Amerika 3 işıqlanma qurşağıdır, Avrasiya kimi, Cənubi Amerika 2, Avstraliya 2, Antarktida isə yenə 2 işıqlanma qurşağıdır. Bunu daha ətraflı izahını verəcəm sinifdə. Xəritə üzərində. Eyni zamanda deyəcək ki, yerin Günəş ətrafında hərəkətinin bir nəticəsi də təbii ki, qütb gecə gündüzləridir. Deməli, yəni buranı silək, ondan sonra daha ətraflı bunu izah edək. Qütb gecə gündüzləri nətər yaranır? Ümumiyyətlə burada cəmi 90 dərəcə olmalıdır. Yəni bunun açar sözümüz odur. Cəmi 90 dərəcə olmalıdır. Bu proses nətər olur uşaqlar? Bax, məsəl üçün Günəş deyək ki 90 cənub oldu. Məsələn, Günəş deyək ki 10 şimalda olsun. 10 şimalda. Cəmi 90 olmalıdır axı. 90 çıxılsın 10. Arada 80 dərəcə fərq var da. Yəni bu ikisinin cəmi 90 olmalıdır. Günəş 10 şimaldadırsa 80-dən yuxarı qütb gündüzü, cənubda da 80-dən aşağı qütb gecəsi olur. Tam əksinə Günəş 10 cənubda olarsa, bu dəfə Günəş ümumiyyətlə hardadırsa orada gündüz olur. Bu dəfə də 80-dən aşağı qütb gündüzü cənubdadır, amma şimalda 80-dən yuxarı qütb gecəsi olur. Cəmi 90 olmalıdır. Məsələn 20 şimaldadırsa Günəş, 70-dən yuxarı gündüz, cənubda 70-dən aşağı gecə və ya 15 cənubdadırsa tutaq ki, cəmi yenə deyirəm 90 olmalıdır. 15 cənubdadırsa 75 cənubdan aşağı gündüz, şimalda da 75 yuxarıda, 75 şimaldan yuxarı gecə olur. Yəni bu cəmi 90 olmalıdır, yadda saxlayaq. Bir dənə də Günəşin düşmə bucağına aid düsturu deyirəm. H bərabərdir 90 minus F plus minus B. Burada H Günəşin düşmə bucağı. Ondan sonra F coğrafi enlik. B isə Günəşin zenit enliyidir. Eyni yarımışı olsa çıxıram, fərqli olsa toplayıram. Bu düsturda əzbərləyin uşaqlar. Bununla biz Günəşin düşmə bucağı məsələləri eləyəcəyik, yadda saxlayın. Bu qədər.